Salam aleykum. Narahat olmayın. Yoxlama gəl. Nisiyə dəftəriniz varmı? Bəli, var. Nisiyə dəftərinə baxa bilərikmi? Baxın da Zəhmət olmasa. bu bir dəfəlikdir, bu da kimdədir? Bu bir dəfəlikdə bunlar nədir? Bu təxmini burada bir şey soruşum. Araq, sigaret onlarda var. Araq, sigaret az verir. Demək olar ki, az verir. O burada məlumdur Bəli. hansılar. Onlar istisna bütün borcu hesablaya bilərsiniz zəhmət olmasa. Hesablayarıq, bəli. Bir dənə hesablayın da. Birlikdə hesablayaq inşallah. Nədir? Allahın izni ilə bir xeyir iş görmək istəyirik. Mağazada ümumi Nə qədər 3471 manat. Yəni yenə deyirəm, sigaretdən və spirtli içkidən başqa. Borc 3471 manatdır, bəli. Bir dənə sayın zəhmət olmasa. 3400, 3500. Hə, 3500 buradan qaytar. 3400. Gündəlik çörək alanlar var. Bəli, olur. Elə qalanda nədirsə çörək. Oldu, çox sağ olun. Demək 18-ci mikrorayonda Ruslan Market. Bu günləri oktyabr ayının 21-idir. İçki və sigaret istisna. Onların borçları qaldı. Qalan bütün borçları əlhamdülillah bağladıq. Bugünkü gün şükür olsun aləmlərin Rəbbinə. Biz müğənnilərin başına tökmürük, nə bilim oraba. Bu xeyir işlərdir. Rəbbimizin tövsiyə, vacib qoyduğu əməllər var. Əlhamdülillah. Çox